İkinci figurun çəkiminə başlayaq. İkinci figurun çəkimində yenə top plane'e gəlirəm. Burada sketch yaradıram. Avtomatik olaraq top plane'imdə sketch yarattı. Dediyim kimi 2D'də sadəcə top plane istifadə edirik. Daha sonra bu modelimi çəkiminə başlayaq. Burada origin'ı buradan qeyd etmişəm. Buradan başlamaq daha məntiqli olar. Gəlib buradan başlamayayım məsələn. Real həyatda bunu yəni altının hara olduğunu düşünsək, bura olduğuna qərar verərik. Məsələn, bura olduğunu təbii ki, qərar verməliyik. Onun üçün origin'ı məntiqli yerlərə qoymağınız çox önəmlidir. Gələcəkdə onun nə işə yarayacağını da sizə detallı şəkildə açıqlayacağım. Biz başlayaq modelimizin çəkiminə. Yenə birinci qaydamız nə idi? Fully defined eləmək, yəni mavi hissələr qalmasın. İkinci qaydamız isə sadəcə figuru bənzətmək. Gəlirəm, line'ıma klik eləyirəm. Buradan yuxarı qalxıram, vertikallıq. Daha sonra bucaq altında gedirəm. Fərqi yoxdur bu bucağın. Sadəcə qoyun, dediyim kimi bənzədin modeli. Bu şəkildə yenə. Daha sonra aşağı gəlirəm. Sağa, aşağı. Daha sonra bu şəkildə gəlirəm. Buraya yaxınlaşdığım zaman gördüyünüz kimi qırıq-qırıq xətt çəkir və originla eyni horizontallıqda olduğunu göstərir mənə. Məsələn, bu nöqtənin hal-hazırda bunun sonunun originla eyni horizontallıqda olduğunu göstərir. Əgər biraz aşağı eləsəm, o horizontallıq gedəcək. Yaxınlaşdırıb bura klik eləsəm, daha sonra origina gətirsəm, bu şəkildə skecimizi tamamlayırıq. Ctrl Z eləyirəm. Görürsünüz ki, məsələn, skeci tamamlamamışdan öncə, yəni qapalı bir məkan olmamışdan öncə bizim modelimiz şəffaf formada olur, kölgəli olmur içi. Amma line'a gedirəm, buradan yenə gəlib origina klik elədiyim zaman, əgər sketchimiz tamamlanırsa, avtomatik olaraq içərisin burada gördüyünüz shaded sketch kontura göstərir. Yəni bizim konturumuzun içərisin kölgəli formada göstərir. Bunu istəsəniz bağlaya bilərsiniz və ya bu şəkildə aça bilərsiniz. Sketchinizin yəni konturunuzun tamam olub olmadığını bu şəkildə görə bilərsiniz. Bizim figurumuz bənzədir. İndi ölçülər veririk. Ölçülər verdiyimiz təqdirdə avtomatik olaraq figurun yəni tam olaraq görünüşü gəlib buradakı ilə eyni olacaq. Ona narahat olmayın. Smart Dimension'a gedirəm. Bu line'ın ölçüsünü verirəm. 60 olaraq girirəm. Daha sonra bu line'ın ölçüsünü verəcəm. Amma bu line'ın origin'a görə iki fərqli ölçüsü var. Bir horizontal, bir vertikal. Burada gördüyünüz line'ın sadəcə vertikal ölçüsü var. Horizontal yoxdur. Çünki horizontallıqda sıfırdır origin'dan ölçüsü. Onun üçün ehtiyac yoxdur verməyə. Və ya burada gördüyünüz line'ın vertikal ölçüsü yoxdur. Sadəcə horizontal ölçüsü var. Amma bu line angle'da olduğu üçün, yəni bucaq altında olduğu üçün həm horizontal, həm də vertikal ölçüsü olmaq məcburiyyətindədir. Klik eləyirəm line'ıma. Əgər sola doğru getsəm və ya sağa doğru getsəm, bu şəkildə vertikallıq ölçüsümü verəcəm. 30 olaraq gəlib girirəm bura. Əgər yuxarı doğru getsəm, təbii ki bir dəfə klik eləyirəm. Daha sonra yuxarı doğru və ya aşağı doğru getsəm, mən buradan horizontallıq ölçümü rahatlıqla verə bilərəm. 30 olaraq verirəm horizontallıq ölçümü və tamamlayıram. Gördüyünüz kimi tamamladıqdan sonra mavidən avtomatik olaraq qarıya dönür həmin line. Bu line'ın fully defined olduğunu deyə bilərsiniz. Amma ucunda balaca nöqtə var və bu nöqtənin mavi olduğunu görürsünüz. Eski basıram Smart Dimension'dan çıxmaq üçün bu line'ı hal-hazırda hərəkət elətdirə bilmərəm. Amma bu line'ın ölçüsü bəlli deyil. Onun üçün tam ucunda nöqtəni mavi olaraq göstərir. Mavi nöqtədən tutsam, məsələn, gəlirəm mavi nöqtəyə tuturam və sağa sola hərəkət elətdirə bilirəm. Mavi nöqtədə hərəkət elətdirdiyim üçün bu line'ın tam olaraq ölçüsü verilməyib deməkdir. Onun üçün bu şəkildə olduğunu anlanıb, yəni ölçü vermədən keçməməzlik etməyin. Gələk Smart Dimension'a. Gəlirik 20 veririk bunun ölçüsün. Daha sonra bu 30 ölçümüz var bizim. 30 ölçüsünü veririk bu şəkildə. Daha sonra burada gördüyümüz 20 ölçüsü var. Gəlirik buradan 20 ölçüsünü veririk. 30 yenə
Yine 30 ölçüsünü veririk. Bu şekilde əlavə edirik. Daha sonra yine eyni funksiyanı daşıyır. 30 ve bunun vertikal ölçüsü var. İstəsəniz buradan bura kadar ölçüm verə bilərsiniz. İstəsəniz buradan ümumi ölçüm verə bilərsiniz. Smart Dimension'dan gelip mesela birinci line'a klik eləyək. Birinci vertikal ölçüsünü verək. Burada avtomatik olarak mənə deyir ki zaten 60 plus 30'dan biz buranın 90 olduğunu bilirik. Senin de 30-30'un var. Buranın da avtomatik olarak 30 olduğunu bilirik. Ehtiyac yoxdur verməyə. İstəsən amma verə bilərik, dəyişə bilməzsən. OK basıram və gri formada göstərir mənə avtomatik olaraq. Yəni dəyişə bilmirəm bunu. Bu şəkildə qalır. Gəlirəm buradan bu nöqtədən və ya bu xəttə də klik edə bilərsiniz. Origin'a klik edirəm. Bu şəkildə gəldiyim zaman buradan horizontallıq ölçümü bu şəkildə vertikallıq verirdi. Horizontallıq ölçümü verə bilərəm. Yenə eyni error verir. Deyir ki burada 30, 20 ve 20. Buradan zaten 70 olduğunu bildirmişəm. Ehtiyac yoxdur bunu verməyə. Bunu vermək istəmirəm. Çıxıram. Deyirəm vermə bunu. Mən bu 40 ölçünü verib tamamlamaq istəyirəm. Gəlirəm Smart Dimension'a. Bura klik edirəm. Buradan 40 ölçüsünü verirəm. Və bu şəkildə modelimi tamamlayıram. Hətta istəsəniz bu 30 ölçüsünü də silə bilərsiniz. Bu 30 ölçüsü yəni modelinizi daha yaxşı tanıtmaq üçün istifadə olunan ölçüdür sadəcə. Referans ölçüsüdür. O ölçünün orada olmağına ehtiyac yoxdur. Amma versəniz də heç bir zərəri yoxdur. Bu şəkildə ikinci modelimizdə fully defined olaraq burada göstərdik. Əgər bunları silsək, məsələn ölçüləri silsək, avtomatik olaraq fully defined'dan çıxdığını göstərən işarə bunları maviyə çevrilməsidir. Maviyə çevrilibsə nöqtələrdən tutub bunları hərəkət elətdirə bilirsiniz. Gördüyünüz kimi. Əgər bir sorun varsa nöqtələrdən tutub hərəkət elətdirin və nəyin hərəkət elədiyini görün. Burada hərəkət eləyən bir line və ya heç bir alət qalmamalıdır. Fiqurların hamısı sabit formada olmalıdır. Onun üçün Ctrl-Z eləyib geri döndərək indi. Bu şəkildə modelimizdə tamamlaya bilərik. Keçək bir sonraki fiqurun çəkiminə.